İnsanın yaradılışı İslam təlimində dərin mənəvi və ilahi hikmətlərlə izah olunur. Quran insanın yaranışını sadəcə bioloji bir proses kimi deyil, Allahın qüdrət və hikmətinin təcəllası kimi təqdim edir. Allah Teala Quran-ı Kərimdə buyurur: Biz həqiqətən insanı tərtəmiz palçıqdan yaratdıq. Mü'minun surəsi 12-ci ayə. Bu ayə göstərir ki, insan torpaqdan yaranmış, lakin onun dəyəri maddi tərkibdən deyil, ilahi ruhun üfürülməsindəndir. Uca Yaradan buyurur: Mən ona surət verdikdə və ona öz ruhumdan üfürdükdə siz onun qarşısında səcdəyə qapanın. Sad surəsi 72-ci ayə. Bu ifadə insanın ucalığını, onun ilahi mənşəyə sahib olduğunu bildirir. İnsanın bədəni torpaqdan, ruhu isə Allahın əmri ilə yaradılmışdır. Bu səbəbdən insan həm maddi, həm də mənəvi aləmlərin vəhdətidir. İmam Əli buyurur: İnsan öz bədəninə baxsa torpaqdan ibarətdir, amma ruhuna baxsa mələklərdən üstündür. Bu hikmətli söz insanın iki zid mahiyyətini açır. Bir tərəfdən zəif və fani, digər tərəfdən ilahi və əbədi. İnsanın kamilliyi bu iki yön arasında tənəzzül və tarazlıq yaratmaqla mümkündür. İslamın baxışına görə insan Allahın yerdə xəlifəsi olaraq yaradılmışdır. Quranda bu barədə belə buyurulur: Mən yer üzündə bir xəlifə yaradacağam. Bəqərə surəsi 30-cu ayə. Ayə göstərir ki, insanın yaradılış məqsədi sadəcə yaşamaq deyil, yaradıcının əmrinə uyğun yaşamaq, ədaləti bərqərar etmək və yer üzünü abadlaşdırmaqdır. İmam Sadiq buyurur: Allah insanı özünə bənzər sifətlərlə yaratdı. Bilir, görür, eşidir, danışır və hikmət sahibidir. İnsanın fitrətində olan mərhəmət, ədalət və ağıl Allahın sifətlərindən bir parıltıdır. Bu parıltı insanı digər məxluqlardan fərqləndirir və ona məsuliyyətli varlıq statusu verir. İnsanın yaradılışında mərhələlər vardır. Torpaq, nütfə, laxta qan, ət parçası və nəhayət ruhun üfürülməsi. Bu mərhələlər həm ilahi planın kamilliyini, həm də insanın zəifliyini xatırladır.